Biz həmişə deyirik ki, istənilən ölkədə tibb oxuyan Azərbaycan vətəndaşını praktikaya göndərə bilirik. Mən sizə bunu göstərməsəm, bir də Layla xanım yaxınlaşım. Leyla xanım da deməli Vilnius Universitetində oxuyur, Litvada. Aydın şəkildə görsənir. Bax, universitetin adıdır, qiymət cədvəlidir bu onun. Bizə müraciət elədi və artıq onay da gəlib İzmirə gedən. Görürsünüz, enfeksiyon bölümündən. Görsənirmi tam şəkildə? QR kodlu sənəddir. Yəni, gedib rahat şəkildə praktikasını keçəcək. Yəni, istənilən ölkədə tibb oxuyan Azərbaycan vətəndaşlarını göndərdik bildiyimiz kimi, Azərbaycanda tibb oxuyan istənilən ölkə vətəndaşını da göndərə bilir. Yəni, xarici ölkə vətəndaşını da praktikaya göndərə bilir. Bu, Türk vətəndaşı ola bilər və yaxud da başqa ölkə vətəndaşı ola bilər. Əsas odur, praktik keçmək istəsin, bizə müraciət eləsin, biz istənilən köməkliyi ona eləyəcək. Yəni, əlimizdən gələn eləyəcək. Yəni, çünki bizim məqsədimiz odur ki, tələbə gedib bilik və bacarıqlarını tam şəkildə artırsın. Rezidentura, yəni ixtisas seçməmişdən qabaq, həmin o ixtisası tam şəkildə görsün, izləsin, bilsin hansı ixtisası seçir, ondan sonra seçsin, sonra peşmançılıq olmasın. Yəni, praktikada gedəcək, həmin o ixtisasda praktika keçəndən sonra o ixtisasın iş yükü olsun, o ixtisasın çətinliyi, asanlığına olsun, görəndən sonra, tam şəkildə mənimsəyəndən sonra ixtisas seçib, rezidentura oxuyub, bitirəndən sonra daha yaxşı olacaq. Yəni, məqsədimiz budur. Sağ olun, hər kəsə uğurlar.